Şirvan mahalının Ağsu bölgəsindən. Ağsu bölgəsində kimdən? Azadla Ağakərim adlı 2 nəfər dostdan. Belə deyirlər ki, bu dostlar saza, sözə, sənətə həddindən ziyadə qiymət verdiyinə görə ən yaxın dostları da bunların saz biliciləri idi, şairlər idi, şeirə marağı olan kəslər idi. Bunlardan da birinci cərgədə duranı Aşıq Şakir idi. Aşıq Şakir hələ sənətə ilk qədəmlərin atandan xalqın, elin, obanın ürəklərinə yol tapmışdı. Bütün məclislər, yığınaqlar Şakirsiz keçməzdi. Bunların bir nəfər də yaxın dostu vardı Tovuz şəhərində, Azadla Ağakərimin. Bir gün Azad evdə əyləşmişdi, bir də gördü ki, bir nəfər adam əlində bir dəvətnamə, bu sizə çatacaq. Azad aldı dəvətnaməni, baxdı, gördü ki, Tovuzdakı dostudur, bunu oğlunun toyuna dəvət edir. Çox fikir götürdü Azadı, dağı arana köçürtdü, aranı dağa köçürtdü. Nə ilə gedim? Çünki bu hər tərəfli, maşallah, təmin olunmuş adamdır, mala pula ehtiyacı olmayan bir şəxsdir. Fikirləşdi, bir şey hasıl olmadı, özün getirdi Ağakərimin qulluğuna. Ağakərim gördü, Azad gəlib, dedi, qala, qurban olun, nədir belə gözümə pəcmürdə dəyirsən? Çıxartdı dəvətnaməni ki, dost qadan alım, dostumuz bizi məni toya çağırır, dedi, o dəvətnamədən mənə də gəlib. Gedərik də, bax gözəl, burada pəcmürdə olmağına var ki. Dedi, nəs danışma da, gəl gecəni yataq burada, səhər inşallah görək başımıza nə gəlir. Gecəni yatdılar, səhər asıldı, üstünüzə xeyirlə asılsın. Ağakərimlə Azad özlərini çatdırdı Kürdəmirə. Darvazanı döydülər, Aşıq Şakirin darvazasını, aşağı hala çıxdı Gəncərə, gördü ki, 2 nəfər dostdur, Azadı, Ağakərimi çox yaxşı tanıyır. Aşıq Şakirin möhkəm dostlarıdır bunlar. Xoş gəlmişsiniz, buyurun evə. Dedi ki, aşağı qurban olma, evdə işimiz yoxdur. Dedi, nədir? Belə bir cürə sözlü adam oxuyursuz, dedi, Aşıq lazımdır bizə. Dostları, tanışları, qohumları Aşıq Şakirə adın deməzdi, həmişə Aşıq deyə müraciət eləyərlərdi. Dedi, Aşıq lazımdır bizə, haradadırsa kişinin yerindir. Dedi, bu Şamağı tərəfdə bir Arabşalbaş kəndi var. Belə deyirlər, orada toydadır, siyahısında mən baxmışam. Amma sözən veririm o inandıqları uzun canına. Nə siz məni görmüsünüz, nə də mən sizi. Çünki kişi deyib ki, mənim yaxın dostlarım mənim yanıma gələndə yerimi demə. Dalımcan, arxamcan gələndə. Dedi, aşağı, arxayın ol, Allaha and olsun. Kişinin yerini səndən öyrəndiyimizi heç kəsə deməyəcək. Oradan özlərini çatdırdılar Arabşalbaş kəndinə. Arabşalbaş kəndinin cəmaatında da Azərbaycan xalqının ən yüksək keyfiyyətləri cəmləşmişdi. Qəribə dostu, qonaqpərvərlik, çörək vermək, böyük kiçik yolu gözləmək, ağsaqqal, qarasaqqal yeri gözləmək. Onlar hamısı bu cəmaatda vardı. Gördülər, 2 nəfər nabeləd adam gəlib, toy sahibi çıxdı. Qurban olun, qonaqlar üçün ayrıca otağa ayırmışıq. Buyura bilərsiniz, dedi ki, bizə otaq falan yemək içmək lazım deyil, bizə Aşıq lazımdır qadan alım. Aşıq Şakir dedi, o da Aşıq Şakir mağardı. Gəl bir hilə işlədək, yoxsa onu yola gətirmək mümkündür. Dedi, nə hilə, baş verdin. Dedi, gəl özümüzə el aparaq ki, güya bundan küsmüşük. Dedi, yəni elə bir işə keçəcək, elə bir fırıldaq. Dedi, eləyək də, keçər, keçməz. Bəli, başları saldılar aşağı, qaşqabaqlarını tökdülər hər ikisi. Mağarın ağzından girəndə Aşıq Şakir çörüldü, bir gözəl baxışı vardı, onu gördü, o da Ağakərim, Azad, Aybalam. Bu cəmaatara, Arabşalbaşara, bunlar hardan gəldi çıxdı bura? Bir işarə ilə, himlə, cimlə, salam gördü ki, yox, heç bunlar ona baxmaq istəmir, baxmırlar da keçdilər, cəmaat hamısı qalxdı bunlara, yer göstərdi, gedib gözəl bir yerdə əyləşdilər. Görümlü, mağarın görümlü, baxımlı bir yerində. Şakir də arada bir oxuyan vaxtı söz atırdı, nəsə söz verdi, gördü, yox, bunlar heç başını yerdən qaldırmır. Aşıqlarda bir dövran deyirlər, dövranı yığdı Şakir, gəldi bunların Gəncərinə, dövran edir, gəldi bir, yenə himlə, cimlə, ha kişi, nədir, nə küsməkdir, bu gördü, yox, götürüb görək Aşıq Şakir gödək donu havası ilə bunların yolunu necə alır, tərəfindən ərz eləyək, eşidənlər şad olsun. Ləramal
sözüm var, deyim sənə. Sən bilərsən, mən bilərəm. Umu küsü etmə mənə, sən bilərsən, mən bilərəm. Nəyə lazım umu küsü? Eşidər bilər özgəsi, aramızda olan sözülərlə sən bilərsən, mən bilərəm. Dostların qırıq-şığı asıldı, Şabaşın ağzı. Payız xəzəli kimi başlandı Aşıq Şakirin başından şabaş yağmağa. Aldı Aşıq Şakir sözün tapşırmasının 3-cü bəndi. Necə deyil?